Çox vaxt mənə sual verirlər ki, yaxşı, bəs bu cinsi infeksiyalar varsa, bəs bunu yayanlar kimlərdir? Çox təəssüf ki, bəli, cinsi infeksiya yayan insanlar vardır. Bunlar bizim ətrafımızdadırlar. Həm bunlar xanımlardır, həm bəylərdir və bunlar da müxtəlif yollarla bu infeksiyalara yoluxurlar, sonra bunu bir insandan digərinə ötürürlər. Məhz bunun qarşısını almaq üçün bu kimi insanlar özlərində müəyyən şübhə etdikdə mütləq həkimə müraciət etməlidirlər ki, onun səbəbi araşdırılsın. Çünki kliniki olaraq bu insanlarda göynəmə, yandırma, sidyə çıxarkən ağrı və yaxud da ki, sinik kanalına hər hansı bir infrazatın gəlməsini ilkin olaraq bunlar müşahidə edirlər. Məhz bu zaman onlar digər bir şəxslə münasibətdə olduqda həmin infeksiyanı digər şəxsə ötürürlər. Eləcə də o digər şəxs əgər müxtəlif onun partnyorları varsa, o partnyorlarla əlaqədar olduqda çox asanlıqla bir şəxsdən digərinə ötürüləcəkdir. Məhz bunun qarşısını almaq üçün onlar vaxtında həkimə müraciət etməlidirlər. Yəni ilkin kliniki simptomlar aşkar olunduqda bunu müraciət etməlidirlər ki, bunun qarşısı alınsın. Yoxsa əks təqdirdə bu qarşılıqlı əlaqə nəticəsində bir insandan digərinə, bir partnyordan digərinə ötürülür və sonunda bu böyük bir fəlakətə səbəb olur. Yəni buket halında bu insanlarda biz cinsi infeksiyaların yoluxmasının şahidi oluruq. Məhz bunun olmaması üçün hər bir kəs sanitar gigiyenik normalara riayət etməli və infeksiyanın ilkin əlamətləri müşahidə edildikdə həkimə müraciət etməlidir.